yerinə yetirilməsi, hakim bir qədər tələsdirməlidir komandaları. Dəyişiklik edildi. Zohair Benvahi meydana tərk edir. Və Edu Ariol 8 nömrəli futbolçu meydana daxil oldu. Bu arada Skurdelli topu ötürür. Qapıya doğru zərbə və gol! Gol! Xəzər Lənkəran ikinci topu vurur son dəqiqələrdə. Rasim Ramaldanov. 10 nəfərlə qalan Xəzər Lənkəran Super Kuboku qazanmağa çox yaxındır. Bu arada Etame yerə yıxılıb. Bu yəqin ki sevinç hisslərinə görədir. Biz isə qolun təkrarını izləyirik. Əlbəttə Stamenkoviçin səhvi var burada. Müdafiəçilərin səhvi var. Rasim Ramaldanov milli komandamızın əsas oyuncularından biri. Xəzər Lənkəran komandasının aparıcı üzvlərindən biri və 89-cu dəqiqədə Xəzər Lənkəran 10 nəfərlə qalmış Xəzər Lənkəran Neftçinin qapısına daha bir qol vurdu və hesabı öz xeyrinə dəyişdi. Skarlatake'nin ötürməsindən sonra Rasim Ramaldanov yaxşı oynayır. Onun dəqiq zərbəsi ilə Xəzər Lənkəran 2-1 hesabı ilə öndədir. Yəqin ki ən azı 5 dəqiqə, ola bilsin daha çox əlavə vaxt olacaq. Çünki Carlos Cardoso'nun zədələndiyi epizodda kifayət qədər vaxt itkisi oldu. Hələ də fikir verirsinizsə, indi Etame yerə yıxılıb. Onun da toqquşmada bilirsiniz ki zədə aldığını biz görmüşdük. Carlos Cardoso ilə toqquşmada və mənə elə gəlir ki, indi hakim ən azı 6-7 dəqiqə əlavə vaxt verməlidir. Neftçinin ola bilsin ki imkanı olacaq. Hesabı bərabərləşdirmək üçün imkanı olacaq, ancaq çox çətindir. Çünki Xəzər Lənkəran edib bütün komanda ilə müdafiəyə çəkiləcək. Eyni zamanda Neftçinin də irəli getməsindən istifadə edib, hətta əks hücumlarda rəqibini yaxalaya bilər. Riskə getmədi. Elnur Abdullayev topu meydandan çıxartdı. İndi Elnur Abdullayevə də sarı vərəqə göstərir. Bəli, oyunu uzatmaq üçün etdiyi bir hərəkət, lazımsız hərəkət, daha bir sarı vərəqə. Elnur Abdullayevə göstərilir Xəzər Lənkəran komandasının 10 nömrəli futbolçusuna. Və yenə çox maraqlı indi hadisə yaşanır. Lazımsız bir hərəkət yenə gərginliyi artırır qarşılaşmada son dəqiqələrdə. Xəzər Lənkəran və Neftçi oyuncular arasında indi orada ehtiyatlı olan qapçı ilə Neftçinin futbolçusu arasında bir mübahisə düşdü. Əlbəttə, indi adama elə gəlir ki, hakim bu görüşü nə qədər tez başa vursa bir o qədər yaxşı olacaq. Çünki həyəcan da getdikcə artır. Əsarqın Toşakın önünü kəsdiyi üçün o oyuna baxa bilmirdi belə vəziyyətdə. Ona görə etirazını bildirdi və Rəhim Həsənov oyunu başa vurur. Rəhim Həsənov Super Kubok oyununu başa vurdu. Xəzər Lənkəran tarixində ilk dəfə Azərbaycan Super Kubokunun sahibi olur. Gərgin mübarizədən sonra 10 nəfərlə qaldı, ancaq 10 nəfərlə qaldıqdan sonra qələbə topunu vurdu Neftçinin qapısına. Qarşılaşmanın 89-cu dəqiqəsində. Biz isə qolları yenidən izləyirik. Əvvəlcə Ağabala Ramazanov topu ötürür. Etame fərqlənir bu epizodda. Topu qapıya göndərdi və 68-ci dəqiqə Carlos Cardoso bərabərlik qolunu vurur. Araz Abdullayevin standart vəziyyətdən ötürdüyü topdan sonra. Və bu da Skarlatake'nin ötürməsi, Rasim Ramaldanovun dəqiq zərbəsi. Görüşdə 89-cu dəqiqə və bu qolla da oyun başa çatdı. Xəzər Lənkəran əzəli rəqibi olan Neftçini 2-1 hesabı ilə məğlub edir hörmətli tamaşaçılar. Artıq
Super Kubokun təqdim olunması üçün hazırlıq işləri başlayır. Naxçıvan şəhər stadionunda ilk dəfə keçirilən Super Kubok matçı 18 illik fasilədən sonra və bu səhnəyə Rasim Ramaldanov çıxdı. Başla yaxşı oynamağı bacaran Rasim Ramaldanov Xəzərləncaranlı futbolçular isə qələbəni bayram edirlər. Əlbəttə, doğrudan da layiqli qələbə qazandılar. Komanda 10 nəfərlə qalmışdı və Sadio Toğunkara komandasını pis vəziyyətdə qoymuşdu qırmızı vərəq aldıqdan sonra. Neftçi bu üstünlükdən müəyyən qədər yararlandı. Çünki hesabı bərabərləşdirdi. Ancaq komanda meydanda 10 nəfərlə qalmışdı. Və bu 90 dəqiqəlik mübarizədə Lənkəran futbolçuları qələbə qazandılar. Və Lənkəran komandasının futbolçuları mükafatlandırılacaqlar. Azərkeşlər alqışlayır Cənub komandasını. Azərbaycan təmsilçisinin ölkəmizin ən iddialı klublarından biridir Xəzər-Lənkəran və bunu əslində bu mövsümün yox, bunu ötən mövsümün bir mükafatı kimi dəyərləndirmək lazımdır. Çünki adətən bilirsiniz ki, Super Kubok oyunları mövsümdən öncə reglamentə görə keçirilir. Daha çox avqustun əvvəlində, ancaq müəyyən səbəblərdən bu görüş oktyabrın 23-ünə təyin olundu və Xəzər-Lənkəran Kubokun finalında, Azərbaycan Kubokunun finalında Neftçiyə məğlub olmuşdu və həmin oyundakı məğlubiyyətin də revanşını artıqlaması ilə alır, rəqibini 2-1 hesabı ilə məğlub edir və Azərbaycan Super Kubokuna sahib olur. Xəzər-Lənkəran komandasının futbolçuları bir-bir podiuma dəvət olunaraq öz medallarını alırlar. Super Kubokun qızıl medalları və bir qədər sonra əlbəttə ki, ən həyəcanlı an gəlib çatacaq. Çünki Super Kubok Xəzər-Lənkəran komandasının kapitanına Rahid Əmirquliyevə təqdim olunacaq və komanda artıq bundan sonra öz Super Kubokuna qovuşacaq. Təbii ki, oyunda gərginlik son dəqiqələrdə daha da artmışdı. Buna səbəb istər-istəməz əsəblərin tarıma çəkilməsi. Neftçi hesabda geridə idi və müəyyən qədər futbolçular arasında gərginlik oldu. Ancaq əlbəttə ki, hakimlərin və digər komanda oyunçularının müdaxiləsindən sonra bu gərginlik azaldıldı. Bizim elə gəlir ki, bu Super Kubokda Naxçıvandakı futbol bayramına elə bir kölgə salmamalıdır. Bugün Naxçıvanda futbol bayramı baş tutdu. Maraqlı bir oyun oldu. Düzdür, ola bilsin bəlkə də komandalar sırf istədiyimiz gözəl oyunu, maraqlı oyunu bizə göstərə bilməsələr də hələ halda həyəcan oldu. Sona qədər həyəcan davam etdi. 3 gol vuruldu Super Kubok qarşılaşmasında və qalib 90 dəqiqənin sonunda müəyyənləşdi. Ötən mövsümdəki yəqin ki, uğursuzluq və müəyyən qədər də bu mövsümə bilirsiniz ki, Xəzər-Lənkəran bir qədər uğursuz başlayıb və müəyyən ki, komanda artıq bu Super Kuboku qazanmaqla bir qədər də artırmalıdır, öz oyununu artırmalıdır. Hal-hazırda Topaz Premyer Liqasında komanda 6-cı pillədədir və bu Super Kubok komandaya əlavə güc verməlidir çempionatın qalan oyunları üçün, çempionluq uğrunda mübarizə üçün. Xəzər-Lənkəran komandasının futbolçuları, rəhbərliyi, məşqçi və inzibati heyəti medallarını aldı və indi Super Kubok təqdim olunur. Naxçıvan Respublikası Ali Məclisinin sədri Vasif Talıba Super Kuboku Rahid Əmirquliyevə təqdim edir. Təbriklər Xəzər-Lənkəran. Bir daha təbriklərimizi çatdırırıq Xəzər-Lənkəran futbolçularına. Azərbaycanın təbii ki, cənub bölgəsində
Çox sayılı futbol sevər var. Lənkəranda futbolu çox sevirlər və bu Super Kubok eyni zamanda Lənkəran azarkeşlərinə bir hədiyədir, Lənkəran azarkeşlərinə bir töhfədir. Layiqli qələbə qazandı Xəzər Lənkəran və təbii ki, bu qələbə münasibəti ilə həm Xəzər Lənkəran klubunu, həm də ilk növbədə Xəzər Lənkəranın çox milyonlu azarkeşlərini təbrik etmək istəyirik. Onlar bu qələbəyə layiqdirlər, bu kuboka layiqdirlər və Xəzər Lənkəran komandasının şəninə indi Feyrvek də təşkil olundu Naxçıvan şəhər stadionunda. Bir daha qeyd edək ki, ilk dəfə idi ki, Naxçıvan belə ölkə əhəmiyyətli, mühüm bir futbol qarşılaşmasını qəbul edirdi və doğrudan da yüksək səviyyədə təşkilatçılıq oldu. Həm oyunun keçirilməsində, həm də komandaların yerləşdirilməsi, onların qarşılanması, təlim məşq prosesinin təşkil olunması, bütün bu proseslər yüksək səviyyədə təşkil olunmuşdu. Azarkeşlərin, futbolçuların təhlükəsizliyinin təmin olunması yüksək səviyyədə idi. Və buna görə də doğrudan da təşkilatçılara minnətdarlıq düşür. Beləliklə, Xəzər Lənkəran öz kubokuna qovuşdu. Komanda hal-hazırda kubokla stadion boyu fəxri dövrə vurur. Sadia Tonkara oyunu davam etdirə bilmədi. Qırmızı vərəq almışdı, ancaq hal-hazırda bəlkə də ən çox sevinənlərdən biri odur. Çünki komandası məğlub olsaydı, bəlkə də ən çox elə özünü o qınayacaqdı. Ancaq buna ehtiyac qalmadı. Xəzər Lənkəran Super Kuboku qazandı.